Herkese salam. YouTube kanalımıza hoş gelmişsiniz. Bugün başka bir konseptlə sizin qarşınızdayıq. Qonağımız Amilin müəlliməsi Aygün müəllimədir. Rəsm müəlliməsi. Siz artıq təxmin elədiniz ki, burada nə var, nə yox. Və iki əlavə qonağımız da var. İlahə. Sara. Onlar da rəsmlə məşğul olurlar. Bugün sizin xəyallarınızı gerçəkləşdirəcəyik. Düzdür, belə əyani şəkildə eləyəcəyik onu. Amma gerək başlayaq və izah eləyəcəm ki, nə etdik. Əvvəlcə bizi bu ləvazimatlarla təmin elədiyi üçün Canvasa çox təşəkkürümüzü bildiririk. Bilin ki, orada rəssamlar üçün demək olar ki, hər şey mövcuddur. Biz Aygün müəllimə ilə məsləhətləşdik. Bizə nə məsləhət gördü? Nədir bunlar? İndi Kətanlar. Mənim üçün həyəcanlıdır. Sonra görək burada nələr var. palitralarımız var burada. Aha. Bunları boya üçün istifadə edəcəyik. Bunlar bilmirəm nədir. Mən bunlardan hazır rəsmlərdən işləyə bilərəm maksimum. Fırçalarımız arxa plan üçündür. Başqa. Və ən önəmlisi boyalarımız, akril boyalar. Bugün çox əyləncəli bir vaxt keçirəcəyik. Bu da boyamız. Burada olan uşaqlar hərəsi bir peşəyə sahib olmaq istəyir. Siz özünüz rəssam olmaq istəyirsiniz uşaqlıqdan. Bəli. Nə gözəl. Bax, xəyalını reallaşdırıb. Siz amma hələ ki fırlanır, dovunluq. İndi isə biz kətanlarımızı quraq və başlayaq. Deməli, indi başladıq biz rəsmləri keçməyə. Buradan yoxdur bir deyil. Buradadır. Burada. Qardaşımla evdə də beləyik, bəli. Deməli, sən İlahə idin, qarışdırıram. İlahə, neçə yaşın var? Ora baxıb danış. Neçə yaşın var İlahə? 15 yaşın var. İlahə, sən kimlərin xəyalını gerçəklə? Biz əvvəlcə dedik ki, hərə öz xəyalını. Sonra dedik ki, yox, bəziləri, məsələn, 2 nəfər bir peşə sahibi olmaq istədiyi üçün bölürük. Özlərinin yox, sizlərin xəyallarını rəsmini çəkəcək. Məsələn, sən hansı peşəyə sahib olmaq istəyən insanlar çək? Polis. Kim məsələn polis olmaq istəyirsə, diqqəti İlahənin rəsmində olsun, sonunda göstərəcək. Amma ideyanı demirik necə bir şey olacaq. Amil, keçib başına belə keçib. Aha, de. Nə deyəcəkdin? Aha. Göstərməyim. Karakteri qız çəkəcəm. Oğlanlar kimi olmasın. Yəni ancaq polislər oğlan olurmuş kimi yox, qızlar da polis olacaq. Eşitdiniz? Qızlar da polis ola bilər. Ona görə xanım çəkəcək Orada xarakteri. tarazlığı göstəririk. Yaxşı. Amil, sən nə soruşmuram? Maraqlı deyil. Şaka yaptım. Yaxşı. Sara, sən hansı xəyalları gerçəkləşdirmək istəyirsən? Hüquqşünas olanların, yəni xəyalını nəzərə alaraq Hüquqşünas olmaq çətindir. Necə oxuyursan? Dərslər necədir? orta, amma daha ciddi olacaq. Hələ 9-cu sinifdə biraz istirahət elədi. 9-cu sinifdə istirahət eləsə bəsdir. 10-11 artıq ciddi hazırlaşmaq. Hətta 11-də də çox güc düşməyini istəmirsə, məncə 10-cu sinifdə daha belə yaxşı hazırlaşmaq lazımdır. Aygün müəllimə məncə bəllidir nə çəkir, hə? Aygün müəllim çəkdiyini deməyək. Sizcə nə çəkir? Bəlkə təxmininiz bəlkə yanlışdır, hə? Aygün müəllimə, sinifdə neçə nəfər var? Sinifdə? Sinifdə, hə? 25 nəfər. 25 nəfər. 25 nəfərin neçəsinin marağı var rəsmə məsələn? 25 nəfərdən ən azı 15-16 nəfər. Hansısa dərsdən çıxıb qaçırlar yanınızda heç? Çox vaxt görürəm, fərqli siniflərdə olanda. Dərsdən qaçırsınız. Buranın adını şort kimi paylaşırlar. Bəs heç deyirlər ki, məsələn, valideynimiz deyir ki, yox, nə edirsən rəssamlığa, get başqa sənət seç. Yəni belə problemlərlə gələn şagirdlər olur, amma düşünürəm ki, öz xəyalları nəsə onun arxasınca getsinlər. Yəni necə deyim, sevdikləri peşənin arxasınca getsinlər. Məncə də videomuzun bu qalan hissəsində bu haqda danışacaq. Ətraflı mənim də yaralı yerimdir. Özümə görə indi gəlir. İndi isə gəldim bu ögöy evladlıq götürdüyümüz. Nətərsən, amma nə? Skil burada. İlk dəfədir ki, bizim belə çox qonaqlarımız var. Özün necə istəyirsən? Yaxşı. Sən kimlə xəyalını gerçəkləşdirirsən? Kimə motivasiya olursan burada? Futbolçulara. Deyirlər bizim ölkədə futbol qədər inkişaf eləməyib. Sən necə motivasiya ötürəcəksən onlara? Rəsmdən nədən ötürük görmürsən? Amma sən sevib səndən müsahibə alıram. Xahiş edirəm. Sağ ol. Sağ ol. Yəni ki, bəlkə inkişaf mərhələsi sizsiz hardan bilmək olar? Ona görə heç kəsə inanmayın. Ona görə də get. Buyur. Buyur çək. Necə də qardaş bacı olduğumuz bilin. Aha, bir də var ki, Burada daha kiçik eləyəcək. biri də var ki, indi hal-hazırda bizə baxırlar. Rəssam çox bu səsin düşür. Ay valla bir anda baş.
Məsələn, indi rəsmə marağı olan insanlar var, amma ki, dərnəyə getmirlər, kursa getmirlər. Biz biraz da sizə başa salacağıq necə. Məsələn, birinci obraz çəkirik. Məsələn, obraz çəkməyə necə başlayacaq, hardan başlayacaq, onu müəllim sizə biraz spoy verə bilər. Məsələn, obrazımızın əlində fiqur olacaq. Aha, onu deyək. Düzgün kompozisiya quracaq, yerləşdirməni, yəni düzgün edəcəyik. İlk fiqurumuzu yerləşdiririk, daha sonra yan fiqurları yerləşdirəcəyik və fikirləşdiyimiz janrı həyata keçirəcəyik bu hissədə. Bu, dedim, buradakı fiqurun nə olduğunu demirəm, siz özünüz sonunda göstərərsiniz. Orada gerçəkləşdirəcəyik yəni. Deməli, fiqur başlayaq, adə. Bunu da qoyacaq. Deməli, fiqurlarımızı çəkmişik. Gəl, yaxın gəl. Yaxın gəl. Bu İlahə xanımın eskizidir hələ ki. Xanımın eskizidir. Peşəsi də bilir. Çox xoşuma gəldi. Bantikına falan baxın. Aha, obrazımıza ad verək. Nədir bu adı? Nə qoymadım? Bunların hamısı bacı qardaşın izləyicilər olsun. Xəyallı olan. Hə? Polis olmaq istəyən qızlarımızdır. Aha, bacı qardaşın polis olmaq istəyən qız xanım izləyiciləridir bu. Hələ bitirməmişəm. Hə, hələ bitirməyib, eskizidir. Sonra müəlliməmizdən biraz spoy tuta bilərsiniz, hə? Ayvin xanım. Çox bilmir əslində, kasket taxıb elə bir. Bilirsiniz, bacı qardaşı nə qədər rəssam olmaq istəyən izləyiciləri var. Amma çoxu yazır, bəziləri yazır ki, misal üçün, valideynlərimiz razı deyil, bizi başqa sənətə yönəldirlər. Bax, sizin valideynləriniz razı idi rəssam olmaq istəyəndə. Yəni, hər zaman dəstək edirdim. Hər zaman dəstək olduqlarına görə indi müəlliməsiz. Bəli. Bax, unutmayın. Ümumiyyətlə, valideyn rolu çox böyükdür. Kim sizə, bütün dünya sizə dəstək olsun. Gəlin, girin evə, evin içində anavız, atavız sizə biraz ağız büssün, qurtardı. O motivasiya paramparça olur. Amma yenə də siz heç kəsə qulaq asmayaraq öz yolunuzu getməlisiniz. Çünki xəyalların arxasınca. Çünki heç kim sizə 5 manat, 10 manat gətirib verməyəcək. Bu, yəni, məncə səhv demirəm. Mənə bir müəllimə kimi qatılırsınız mənə. Eynən, öz ayaqlarımızın üstündə durmalıyıq. Çoxlara da həmişə deyirəm bunu. Yəni, qarşımda valideynləri ona dəstək olduğu üçün uğur qazanan bir insan var. Ona baxıb və aparıb valideynlərimizə göstərib, bizə dəstək ol deyə bilərsiniz. Məncə, bu, onlar üçün böyük bir nümunədir. Amin bəy. Aminə gəldə bütün ciddiyyəti pozulur da. Bu isə Amilin rəsmidir. Bu da bacı qardaşın izləyicilərinin hansı peşə sahibi idi? Futbolçu olmaq istəyən izləyicilərimiz. Baxın, sizi təsvir edir və sizə motivasiya... Təsviri göstərir. Hə, sizə motivasiya olmaq istəyir. Təsviri göstər. Ay, sağ ol. Amil özü amma futbola baxmır, biləsiniz, sizin üçün çəkir. Əli yaxşısan, Əli bizim videoqrafımızı çox sağ olsun. Çox peşəkar insandır, dostumdur deyə demirəm. Həqiqətən, rahatlıqla klipimi çəkirsiniz, love story'mi çəkirsiniz, ad günümü çəkirsiniz. Və özündən gör danışanda necə kameranı qaldırır yuxarı belə fokuslayır mənə gəldən. Hamımız müraciət edə bilərsiniz. Buradan altdan səhifələrini falan qeyd eləyəcəm. Hə, Sara. Biz bacı qardaş izləyicilərinin, hüquqşünas olmaq istəyənlərinin rəsmini burada canlandırır. Olduqca çətin, bütün peşələr çətindir. Asanı falan yoxdur. Yəni, asan nə var ki, hər sahə çətindir. Ən çətinlərindən biri də Sara çəkir. Hə, Sara, özün də hüquqşünas olmaq istəyirsən. Bəli. Evdəkilər nə deyir? Razıdırlar. Razıdırlar. Əvvəldən bunu istəmirsən, yoxsa biraz təsirlər? Əvvəldən bunu istəyib. Əla, əla. Aha, hüquqşünas ən yaxşı hansı nəyi bilməlidir dedin? Tarix, ədəbiyyat. Tarixi, ədəbiyyatı bilməlidir. Amma məncə universitet oxuyan zamanda artıq başlayacaqsan qanunları falan öyrənməyə. Heç kim Saranı deyə bilməz ki, sən bunu eləyə bilmərsən. Deyəcək ki, mən qanunu bilirəm 1 dəqiqə. Bu qanuna görə belə olmalı. Bəs birdən qanunu özün pozsan necə malalayacaq? Yoxdur. Yox. Rüşvət olmayacaq. Bəs hüquqşünas necə belə rəsmə maraqlı, dərnəklərə gedirsən, vaxtını belə keçirirsən onda? Hə. Ancaq Hobbi ayrı. Hə, hobbi ayrı. Məsələn, tutam ki, oxudun tarixi, yoruldun, gedirsən rəsm çəkirsən. Əladır. Bəs sizin hobbiləriniz nədir? Nələrlə məşğul olursunuz bezəndə? Yazın, şərhlərə yazın. Hamısı sizi bugün tanıyacağıq, nə edirsiniz? Yazın hamısını. Tələsmə. Məndə səhv yoxdur məncə. Səndə yoxsa arada Sara baxın. Ayaqlara baxmayın. Çünki yerləşmə. Səndə barmaqları biraz böyütmək lazımdır, onu böyüdərik. Bu əlini unutmuşam. O ələ görə çox kiçik qaldı, onu düzəldərik. Bəs məndə səhv var. Xeyr, normal görünür. Kozan verin də mənə, ucu şey. Nəzik kozan. Mən bir silinmir, portretdən daha doğrusu çapandan getmir. İstəyirsən o əlini düzəldim, sonra arxasını davam elə. Bəli. Üstəki əli.
Sanki hələ düzdür da. Çox kiçik olub barmaqlar. Tamam. Bu yaxşıdır məsələn buradakı. Bunu da ver. Ha, çeten üzerinden çok geçsinir. Hə. Boya ilə üstündən qatla gedəcək onsuz. İlk boya qatı. Amil rəsmini körlüyüb bana fikir Amilin verir. kətanı transparan oldu. Görürəm siz burada. Deməli ilahə hər biri balonun içində öz xəyallarını krizə götürür. Məsələn, ilahə öz balonun içində nə təsvir eləmisən? Sınaqdır, bu rufetdir, bu polislərin yaxasına taxılan. Bu da kelepçidir. İndi Pozorlayın bir saniyə, qolunu belə eləyəcəm. Belə eskiz kimi olur. Aa, qəşəngdir. Bəs siz olsaydınız balonun içində nə çəkərdiniz? Yəni xəyallarınızı azad buraxın anlamında çəkirik. Aha. Müəlliməmiz Amilin əsərini düzəldir. Yaxınlaş Əli. Gör nə səhvlər var. Amil, sən çox hər şeyi əla işləyən, o həyəcanlandın. Yox, əslində yenə əla işləyib. Sadəcə Detay. müəllimə iş çıxartmağı sevir. Bir dənə də əlavə fiqur çəkmisən beynində. Oo. Aynen. Ben çekmişim, aynen. Aha. Çəkiş. Çəkic. Məhkəmədə olan Məhkəmədə deyirlər. Adını bilən kommentlərə yazsın. Sara da var ya o var. Bir dənə mən elan edirəm. Belə elə bir dənə. Aha, kimdir onu eləmirəm. Aa, nə bilirsən hüquq oxuyursan, bəlkə hakim olacaqsan. Ya o şey. Yüksək lisans eləyib hakim ola bilər. Yəni neçə il sonra. Hə, düzdür. Əvvəl vəkil olaraq başlayırsan da. Anladım. Qəşəng. İndi keçirik boya mərhələsinə. Hazırlayaq, bir yerdə başlayaq. Məkanımızı dəyişdik. Burada istədik ki, gölün ətrafında boyama işlərinə başlayaq. Deməli, əvvəlcə bunu bağlayacaq üzərimizə ki, biz boya olmayaq. Qonağımız var, onu da çək, xahiş edirəm. Çox tatlıdır. Dedim, otur, xahiş edirəm, video çəksin. Deyəsən, məndən küstü biraz videoya düşmək istəyirdim. Küstün? Hə? Küsmə, səni yeyərəm. Bu başımdan keçmir. Başın o qədər yekədir ki. Ay, sağ ol, sağ ol. This is rollar. Buyurun, mina təmizləmə üzrə. Verin. Ən sevdiyim hissəsi. Davay, gəl. Hə, bu çox qəşəng. İndi boyama hissəsinə keçirik. Görək necədir boyama texnikaları. Bizə də öyrədin də uşaqlar. Yaxın gəl, Əli. Güzel iyi. Aha. İndi rəngləyirik. Necə rəngləyirik? Ya, neysə. Belə. Hansı boyaları qarşılar? Nə edəcəz? Boyalarımız bunlardır. Kimi sana? Sarı, qırmızı. Çok şirindir. Sənin üçün həyat xoşdur ya. Baxırsan qıraqdan. Biz əziyyəti çəkən biz, baxıb sən. Baxan sən. Belə rahatçılıqdır. Gəlmirsən, girmirsən videomuzun içinə. Rahatçılıqdır da, yəni belə. Bəsdir. Ne götürdün? Birinci qırmızı. Dağıtdım ya, əlim batdı. Diqqətli olun. Buradan belə tut buna. Ay, lütfen. Renk. Ay, onu indi təmizləməliyik. Nəyi? Aa, belə çox maraqlı. Tamam, gerisini istəyirsiniz. Daha maraqlı. Göy rəngi mənə də verərsən sonra sarı. Səbr ol. Yeni bunu batırın. Sarı rənglə başla. Yani bunu bakın ipçik var bir tane, o vermanda olacak. Değil mi? Elə bir sizi biraz Amil bezdirib, hə? Hayır. Hayır. Yo. Ya o çok şirin. Amil rəngləməyə başlayır. Baxın, müəllimə rəngləyir. Gəl, yaxın gəl. Koftasını rəngləyirik. Sonra qırağımda kesəcək zaten ha. Bəli, sonunda quruyandan sonra. Gözləyəcək qurusun. Demişdim ki, bunun Ay, tozları çox qəşəng. Olar biraz da mən rəngləyim. Krimin altından bilinir. Buna batırıram. Bəli, bura. Bəs niyə sudan qarışdırmadınız? Müəllim suyu vurmadı çünki. Elə niyə satılmıyor ya? Yoxsa ələ çəkmə. Zaten qaradan kesəcək. Fərqi var necə işləyirəm? Ay, necə stres atır adam. Bəli, qara ilə gedəcəyik üstündən sonra. O, quruduqdan sonra. Necəsiz? Biraz qərib. Salam. İtə bax, hər yerə burnunu soxur. Deyir, mən də bura bileyim. Sara biraz qırağa çıxıb. Ət rəngi üçün 3 rəng lazımdır bizə. Aha. Sarı, Ağ turuncu, rəng. qırmızı. Nə? Sarı, turuncu, bir də ağ rəng.
turuncu rəng yox, sarı, qırmızı, bir də ağ rəng. Nə üçün lazımdır o? Ət rəngi. Rəngini düzəldəcəyik. Hə, eləyəcəklər onu, eləyəndə çəkərik. Sarı sən? Mən də rəng. Deməli, almadığımız rəngi düzəldirik bir yerdə. Aha, İlahə, nə edirik? İndi sarıdan biraz götürürəm. Biraz mən boya götürürəm. Çünki ət rəngi də sarı Aha. önəmli. Götürdüm. O hissədə uzanmaq. İndi mən burada qırmızım var. Bu qırmızıdan biraz alım, buna qatıram. Çox az. Aha. Buna görə qoyum. İndi bununla bunu qatım, üstə ağ əlavə eləyəcəm. Belə ət rəngini almaq üçün. Turunculaşır. Baxın. Necə maraqlıdır. Üstə ağ boya qatmalıyam. Ağ boyadan alırıq. Bəli. Götür qat. Aha. Qatın. Hamısın. Qat. Qarışdı. Qapağı yoxdur. Bax, biraz ət rəngi alınır. Qıraqdakının alınır. Biraz daha qatın. Biraz daha qatma. Ağımız az oldu. Aha. Qat. Mən niyə bunu bir iyrənc qatışdırdım? Nəysə ki, gördünüz uşaqlar. Ət rəngimiz alınır. Fiqurların bədənini bundan rəngləmək üçün. Buyur, mən biraz zayladım. Sən düzəlşənərsən. Gedək orada görək neynirlər. O, Amilin rəsmi artıq ət rəngi ilə bədənini rəngləmisən. Evet. Bəli. Evet, bəli. Kesinlikle. Yes. Ürəyincə olur rəsmin. Hə. Oo, bəs burnu ağzı hanı? Bunun ağzını. Bunun ağzı rəngləşdirmə bitəndən sonra onu eləyəcəm. Artıq bildiniz ki, müəlliməmiz nə çəkir? Müəlliməmiz rəssam çəkir. Bu da bacı qardaşın rəssam olmaq izləyicilər üçün. Təmsili. Bəli, müəlliməmiz azlanır. Əslində rəssamlar belə deyir. Bilirsiniz, o qədər yaradıcılığı belə beyinlərində, düşüncələrində əks etdirirlər ki, onun üçün danışmağa xoşu qalmır. Yoxsa biz burada beləsiz, evdə də beləsiz. Sadəcə diqqətlə rəsm işləyəndə çox sözlərdən istifadə eləmirəm ona görə. Hə, başa düşdüm. Yaxşı. Amma nə istəsən soruşa bilərsən. Ay Allah, çox şirin müəllimədir. Deməli, qızımız Göy hatta. bu arı nəyisə təmsil edir, simvol olaraq çəkmiş. Sadəcə uşaqlar sevir ona görə. Hə, Göy. çox qəşəng. Müəllimin işi görün necə bilinir səliqəli. İndi uşaqlara baxın. Amil Göy hatta. arxa fonu məhv edib. Amilin də qəşəngdir amma. Amilin xəyal gücü orada çox qəşəng öz əksini tapıb. Saraya baxaq. Sara! Sənin qızında ən çox nəyi bəyənirəm səncə? Nə? Linerini. Linerinə baxın onun sürmələrinə. Amma gözü yoxdur, bəbəyi yoxdur. Ya gözün yumub. Hə, gözün yumub. Ha, biraz Saranın özünə oxşamır o qız. Bir dənə baxın. Biraz özünə oxşuyur. Amilin oğlanına bax, əhli keyf. Oturub orada özü üçün əlində top. İlahə, sən də çəkir. Mən çox sevdim. Həqiqətən bax, içlərində ən çox bəyəndiklərimdən biridir. Çox şirin qız çəkib. Baxın. Mən bunu qaralasam bir şey olacaq. Yox, belə polis olar. Bu kimisə üstünə nə qışqıra bilər. Nə heç kəsi qırmaz bu. Kimsən tutdurandan sonra həmin polis. Ay, sen polis mi olacaksın? Buyur, çox şirin. Deməli, burada mənzərəmizə baxın. Günəşə görün nə qəşəngdir. Buradan da adamlar gəlir, çoxunu çəkə bilmirik, yaxınlaşırlar. Rəy bildirirlər. Belə. Nədir bu belə, baxın? Qoluma batdı qısmı. Simvol qoyacam bu yanaqlarına. Sara, baxın, buranda nəsə var. Amil, baxın burala. Nəsə var buranda. Heç bəlli. Gəl. Nədir adı? Ay Allah. Duyğu. Sənin adın Mənim nədir? adım Nəzibəm. Bunu çək gör nə yerində bu. Sənin adın nədir? Dərsik. Cəsur, hə. Sizin necə rəsm naravız necədir? Otur. Mən Aldı səni. şəkil çəkirəm. Hə, çəkdirə bilərsən. Gözlə görüm. Eyni verin, fərqli verin, dalaşmarsınız. Bu sənin. Bu
da sənin. Aman Yasin bilmir. Hə, kömək eləyir də bacıların. Mən sənə kömək eləyirəm. Yasin bilməsin. Yasin bilmirəm. Bacıların kömək eləsin də. Yox, mən bilmirəm. Bilmirsən, istəmir. İlk şok gəldi, istəmir. Yox, bacıların rəngləri sən də baxarsan. Kanala abunə olmağı, like atmayı unutmayın. Amil arxa fonu necə rəngləyibsə. Ay yaxşı, ay Allah, ay Allah. Amil arxa fonu necə rəngləyibsə. Şardeli rəngləyir. Müəllimə isə xəyalın detallarını rəngləyir. Mən də arxa Müəllim. Xəyalın detallarına baxın, necə gözəl işləyir. Müəllim işi bilinir də. Amma uşaqlar da özlərinə görə çox qəşəng işləyiblər. İlahə baş alıb gedir. Balam yavaş-yavaş düşürsən aşağı gölə doğru gedirsən. Mən özə kritik bir anlam. Hə, sən arxa planı rəngləyirsən. Hə, bu ən axıra saxlayacağam, çox detallı düşür. Aha, yaxşı. Şu göz dəydi. Qıza göz dəydi. Aha, Sara, sən nə edirsən bu sürməli qızınla? Mən gedirəm evə. Sən baxım sürməlisinə. Arxa fonu rəng. Birini qırmızı. Olar biraz mən də eləyim arxa fonu. Müəllim. Qarşı verirəm, ağlıma alır. İndi bu qurur da mən eləyə bilərəm hə. Ayda, mən də deyirəm ki, necə stres atırlar. Ay Allah, super. Amil şəklini uzaqdan çək. Necə maraqlı görsən. Nazar çıxar. Əsərlərimiz hazırdır, amma əsərlərimizi göstərməmişdən öncə onu deyə bilərik ki, inşallah arzunuz, xəyalınız nədirsə, hamısına nail olarsınız, çatarsınız. Bizi izlədiyiniz üçün çox sağ olun. Demək olar ki, 7-8 saatdır bu çəkilişlə məşğuluq. Əziyyətimizi dəyərləndirmək üçün kanalı like eləməyi, abunə olmağı Unutmayın. Sonda əsərləri sizə göstərəcəm, amma ondan əvvəl kiçik sürprizim var. Bir dəqiqə, saxlama. Müəlliməmizə belə bir buket hədiyyəmiz var. İnşallah ki, bəyənər. Biraz burada əzmişik. Çox sağ olun ki, gəldiniz. Bizə motivasiya oldu. Sizi çox sevdik. Sizi tanıdığıma çox məmnun oldum. Çox sevdik. Çox sevmişsiniz həqiqətən. Təşəkkür edirəm. Təbii ki, qızlarımıza da hədiyyəm var. Onları unutmadım. Bu sənin kanvasdan belə bir rəngləmələr götürmüşük. Onlar boyanı və rəngi sevdiyi üçün. Buyur Sara. Hansı sevdin? Bu var. Bu olar. Burada 2 dənə əlavə rəngləməmiz var. Bunlar isə yolda hansı uşaq görsən, biz istəsək hansı tanıyırıq, onlara hədiyyə verəcəm, amma onu çəkə bilməyəcəyik. Rəsmləri göstərəcəyik. Yenə də kanala abunə olmağı, like atıb. Şərhlərsə çoxlu sual vermişəm, onları şərhlərdə mütləq bildirərsiniz. Hacı Məmməd, çox sağ olun, çox təşəkkür edirik. Sağ olun, çox əyləndik. Çox dəyərlisiniz, həqiqətən. Şəgirdlərimiz bol olsun, uğurlarımız bol olsun. Təşəkkür edirəm. Sonda nə ürək sözləri olsa, buyur bildirə bilərsiniz. Hər şeyə görə təşəkkür edirəm. Amil və Ayka sizə təşəkkür edirəm və İlahə ilə sonra bizi qırmadı, qatıldı. Sizə də təşəkkür edirəm. Dizayner və rəssam olmaq istəyən izləyicilər üçün rəssam obrazımız. Xəyallarınızın dalına gedin. Polis olmaq istəyən tələbələrimiz üçün. İzləyicilərimiz, tələbələrimiz kim ürəyinə istəyirsə polis olmaq arzulayırsa onun üçün çəkib. Belə göstərin. Hüquqşünas olmaq istəyənlər üçün xəyallarınızın arxasında gedin. Nə bilim, tatlıdır. Son olaraq futbolçu olmaq istəyən izləyicilərimiz üçün bir rəsm. Xəyallarınızın Xəyallarınızın ardınca gedin. Sağ olun.